Qızlar, necəsiz? Sabah mənim doğum günüm. Bu günləri qaynatan istədi deyə biraz tez qeyd edirik. Bu günləri qeyd edəcəyik. Ona görə də hazırlıq mərhələsindəyəm. Və əgər sizlər üçün də maraqlıdırsa, videomu sona qədər izləyin. Əvvəlcə səhər süfrəmi yığışdırım. Yeməyi yemişik. Hələ ki buraları yığışdırmamışam. Ondan sonra keçəcəm yemək bişirməyə. İsə sizinlə doğum günü bazarlaşdıram. Gəlin görək. Neler almıştı? Darlığa davam edirəm qızlar. Düyüsünü bəlkə bir 5 saatdır suda saxlatmışam. İndi də süzüb inşallah ki pişirəcəm. Aşın suyuna da su dökmüşdüm, qaynayıbdı. İndi düyüsünü əlavə edeyim. Qızlar, götürdüm bir dənə qab əlavə edirəm. Üzərinə duz əlavə edəcəm. Duz təxmini bu qədər əlavə edirəm. İnşallah ki çox olmaz. Yəni sizdə mayonez varsa vurun, yoxdursa vurmaya da bilərsiniz. Heç bir problem yoxdur. Belə yaxşı qarışdırırıq ki, biri-birinə keçsin. Böyle. Tebrikler. Uzun ömür can sağlığı. Oy, çok sağ olun. İşte bu benim hediyem. Paris 5 yaşında 5 yer kızıldı. Ay canım kardeşim. Çok sağ ol, teşekkürler. Seyahatlerin bol olsun. Şuraya yandırmayın. Gel şuraya yandırmayın. Işığı söndüreceğiz. Yoldaşım durmadan Allah takmamış durmayacağım. Gidelim bunu dönüşelim. Ay, vücudu çıkıyor. Все, tortumuzu kesiyoruz.